Can verən insan mal mülkünü, övladlarını və əməllərini müşahidə eləyər. Bütün nə mal mülkü varsa, hamısı təcəssüm tapar onun gözünün qabağında. Hədisdə var, insan orada baxar mal mülkünə, deyər mən sizin üçün çox zəhmət çəkmişəm. Bir ömür sizi yığmaq üçün yaşadım da mən. Allah dedi gəlmədim, Peyğəmbər dedi gəlmədim, Ramazan ayı oldu gəlmədim, Məhərrəm ayı oldu gəlmədim. Heç nə məni çəkmədi. Mən ömrümü sizin arxavızda qaçmağa sərf elədim, malına, mülkünə deyər. Mən çox zəhmət çəkmişəm sizin üçün. Siz mənim üçün nə edə bilərsiniz? Deyərlər, bir kəfən düzəldərik sənin üçün. Övladlarına baxar, deyər, sizin üçün çox zəhmət çəkmişəm. Siz nə edə bilərsiniz mənim üçün? Deyərlər, biz qəbrə qədər apararıq, dəfn eləyərik səni, bunları eləyə bilərik. Əməllərinə xitab eləyər, onlar deyərlər, biz qiyamətə qədər sənnənik. Bərzəxində də sənnənik, qiyamətində də sənnənik.